Əziz balalarım, bugün sizə sadəcə müəlliminiz kimi yox, 5 il ərzində sizi qəlbinə çox yaxın bilən bir insan kimi danışıram. 2021-ci ildə sizi ilk dəfə görəndə balaca, həyəcanlı, utancaq uşaqlar idiniz. Bəziniz ananızın əlini buraxmağa çəkinirdi. Bəziniz isə sakitcə partada əyləşib ətrafa baxırdı. İllər necə də tez keçdi. İndi isə qarşımda böyümüş, arzuları olan, gözəl ürəkli uşaqlar dayanıb. Bəlkə siz bunu hər zaman hiss etmədiniz. Amma mən zamanla hər birinizə o qədər bağlandım ki, sizin sevincinizə sevindim, kədərinizə üzüldüm, uğurunuzla qürur duydum. Əsəbləşdiyim günlər də oldu. Sizə hirsləndiyim, səsimi qaldırdığım anlar da oldu. Bəzən sizə qarşı qəddar, sərt, hətta acımasız göründüm. Amma bilin ki, balalarım, bütün bunların arxasında yalnız bir səbəb vardı. Sizi həyata daha güclü hazırlamaq. İstəmirdim ki, həyat sizi asan sındıra bilsin. İstəyirdim savadlı olmaqla yanaşı, güclü, dürüst və vicdanlı insanlar olasınız. İnanın, bəzən sizə hirslənəndən sonra ən çox üzülən yenə mən olmuşam. Çünki müəllim üçün şagird sadəcə şagird olmur. Zamanla doğmalaşır, qəlbinin bir parçasına çevrilir. Sizinlə keçən 5 il mənim həyatımın ən saf və ən unudulmaz illərinə çevrildi. Sinifdəki səsiniz, gülüşünüz, müəllimə deyə səslənməyiniz bir gün ən çox darıxacağım xatirələr olacaq. Bir gün böyüyəcəksiniz, bəlkə başqa şəhərlərdə yaşayacaqsınız, başqa insanlarla qarşılaşacaqsınız. Həyat sizi bəzən sevindirəcək, bəzən də yoracaq. Amma nə olursa olsun, qəlbinizin təmizliyini itirməyin. İnsan həyatda çox şey qazana bilər. Amma gözəl ürək hər insana qismət olmur. Elə insanlar olun ki, illər sonra adınızı eşidəndə hamının üzündə təbəssüm yaransın. Və bilin ki, sizin bir müəlliminiz var idi. Sizi çox sevən, uğurunuz üçün dua edən, illər keçsə belə sizi unutmayacaq bir müəllim. Mən sizi həmişə qəlbimin ən gözəl xatirəsi kimi xatırlayacağam. Yolunuz açıq, gələcəyiniz işıqlı olsun, mənim balalarım. Böyük sevgilərlə sizin Südabə müəlliminiz.